Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Tədrisə başlayıram, növbəti çıxışımızdır. Əvvəlcə şərhlərə səthi olaraq diqqət yetirək. Çünki vaxta qənaət etməliyik ki, mən fikirlərimi bu günə uyğun olaraq çatdıra bilim. Hörmətli Zemfira xanım, sağ olun ki, xatırlatdınız, mən diqqət etməmişəm və ikinci dəfə də nəsə baxa bilmədim. Əgər 90 rəqəminin necə səslənməsini unutmuşamsa, deyirəm, əyyüd 90 deməkdir. Çox sağ olun, Allah razı olsun sizdən. Sonra mənim əziz bacım, hörmətli Mələk xanım, o bir söz var, şeiriyyətdə, mahnıda deyirlər, sən məndən könül istə, mən deyim gözüm üstə. Siz məndən təki sorğu edin, nəyi bilmək istəyirsiniz, mən onu cavablandıracağım mütləq və bütün danışdıqlarım, fəaliyyətim, əziyyət deməzdim, bu haqq işidir, mən onu əziyyət hesab etmirəm, nə də zəhmət demirəm ona. Halalınız olsun. Bütün varlığımla, səmimiyyətimlə sizin xidmətinizdəyəm. Sonra Prometey haqqında mən biləni onu Qafqaz dağlarında qayaya elə bil ki, zincirləyirlər. Quşlar, qarğalar da onu didişdirirlər. Ancaq o da mənim demək olar ki, bir idealım idi bu mənada ki, çətinliklərlə üzləşəndə mən həmişə deyirdim ki, mən bir Prometey kimi insanlara Allahdan gələn nuru bəxş edirəm. Haqq kəlamlarıdır o. O bircə fəryad edib deyir ki, mən insanlara kömək etmişəm. Ayrı bir söz demir. İndi mən də insanlığa və insanlığı dəyərləndirən insanlara xidmət edirəm. Yenə də deyirəm, bütün fəaliyyətim halalınızdır. Dante barədə mən o xarici demək olar ki, əsərləri az oxumuşam. Ümumiyyətlə bir çox əsərləri oxumuşam, ancaq kifayət qədəri yox. Məlumatsızam o barədə. Sanki məni elə bil bax bu fəlsəfəyə saxlayırdılar, hazırlayırdılar ki, mən yaddaşımı lazım olanlara sərf edim. O bir yana gedəndə ki, təyyarə ilə müəyyən qədər imkan verilir ki, bu çəkidə məsəl üçün nəsə apara bilərsən, ən vacib olanları götürürsən. Yerdə qalanları ixtisara salırsan. Və bu baxımdan da mən həvəsli olmuşam. Elmə də, sonra ədəbiyyata da. Ancaq elə bil ki, necə deyim sizə, məni o işdən çəkindiriblər, özüm də hiss etməmişəm. Və bir həqiqəti də deyim sizə, yeri gəlmişkən, mən idmanı sevən olmuşam. Amma atam razı olmadı ki, hər hansı bir idmanla məşğul olam. İdman edirdim. Sonra birdən elə xəstələnirdim ki, 3 ay həvəsim olmurdu idman etməyə. Çox narahat olurdum ki, niyə mən, yəni ki, bundan uzaq düşürəm? Necə oldu ki, hər dəfə ciddi cəhdlə idmana başlayıram, sonra hansı səbəbdənsə mən idmandan uzaq düşürəm. Ancaq oyanışdan sonra bu barədə fikir aldım ki, idmanla məşğul olanda özdə mən ağır idmanı sevirdim. Hisslər gərilir, hisslər daha çox rol oynayır. Mənə isə hisslərə güc salmaq, onu çox olduğundan artıq istismar etmək olmazmış.
əsas demək ağıl inkişaf etməli idi. Bax, bu səbəblərdən də deyək ki, xarici ədəbiyyatı az izləmişəm, həvəsli olmamışam. İradə xanım Hüseynova, sağ olun fikirlərinizə görə. Allah sizdən razı olsun. Afət xanım, fəallığınıza görə alqışlayıram sizi. Svetlana xanım, Allah sizdən də razı olsun. Siz də fəallıq göstərirsiniz. Və hər birinizə aiddir bu söz. Hansı fikir qəbul edibsinizsə, narahat olmayın, qeyd eləyin. Mən hamısına diqqət yetirirəm. Sonra Gülbəniz xanım, indi mən sizlərə hərflərlə bağlı o deyəcəklərimi əyani şəkildə də göstərəcəm. Mənə belə gəlir ki, zaman-zaman uyğunlaşacaqsınız bu dilə. Çox asanca, rahatca qəbul edəcəksiniz. İlkin mərhələ ağır olur da. Uşaqlar var ki, məktəbə aparırlar, ağlaya-ağlaya gedir, oxumaq istəmir və yaxud da məktəbə getmək istəmir. Və uşaqlar var ki, əvvəlcə zəif olur, sonra fəallıq göstərirlər. Mən dərs deyən zaman, yəni musiqi məktəbində elə 16 yaşım var idi ki, işə başlamışdım. Bir şagird var idi, 2 səviyyəsində oxuyurdu da. Mən onu gətirdim, 5 səviyyəsinə çıxartdım. Yəni, hazırlaşdırdım onu. Özü də fəallıq göstərdi. Bax belə, indi bu hərfləri və yaxud da ki, bəşəri dili mənimsəməkdə çətinlik çəkməyinizə görə narahat olmayın. Hamıya aiddir bu. Tək Gülbəniz xanıma yox. Yazdığınıza görə sizin adınızı çəkirəm və istəyərdim ki, fikrinizi bildirəsiniz. Uyğunlaşa bilirsinizmi, yoxsa yox? Aytən İmanova xanım, səmimi sözlərinizə görə təşəkkür edirəm. Münasibət qarşılıqlıdır. Çox sağ olun. Mənim Etibar oğlum, elə o haqq yolu başlığını görəndə bir daha sənə elə bil ki, bələd oldum. Bu sənin daxili aləmindən xəbər verir ki, səhifənin adını belə qoydun. Sağ ol, sənin var olmağın bizim şadlığımızdır. Hamımızın, aksiyərlərin hamısının. Ema xanım, var olasınız, ziyalısınız. Mən sizə kitabınıza görə, yazdıqlarınıza görə az-çox bələdəm. Həyatda hər şey olur, möcüzələr çoxdur və o gördüyünüzdə də bir həqiqət vardır. Qəbul edirəm onu. İsmail Şıxlı mənim hörmət bəslədiyim yazıçılardandır. Onun elə görünüşü də, görkəmi də mənim ürəyimcə idi. Əsərlərindən də oxumuşam və məlum məsələdir ki, film də çəkilibdir, Dəli Kürə uyğun. Ruhu şad olsun. O gördüyünüz yuxu, belə deyək də, necə deyim, Etibar bəyin dediyi kimi, indi hərənin həyata bir cür baxışı vardır. O iblis barədə deyəsən orada nəsə yazılmışdı və yaxud da ki, onu günahkar kimi qəbul edirlər. Hər kəs öz fikrində azaddır, haqlıdır. Əsas odur, nəticə doğru, düzgün olsun. Bu cavan oğlan ki, çıxış edirdi, mən sizə müraciət etdim ki, onun çıxışına qulaq asasınız. Mən əvvəllər də ona qulaq asırdım. Arada elə bir ki, nəsə görsənmədi. Mən onun
ağlına, düşüncələrinə hörmətsiz deyiləm. Çünki dərin zəkalı cavandır. Amma onun da şeytan, iblis barədə söylədikləri özünə görə bir həqiqətdir. Ancaq baxmayaraq ki, bütün çıxış edənlər həqiqəti söylədiyini deyir. Çünki hər kəsin aləmi öz ağlına uyğundur və fikrini də deyir. Heç kəsi də inkar etmirəm. Mən də sizə deyirəm ki, mən sizə həqiqətləri söyləyirəm. Ancaq ağıl tərəzisini nəzərinizə çatdırıram ki, mizan tərəzidir o. Buyurun tərəziyə qoyun, görün məntiqə uyğundur yoxsa yox. Düzdür, şeytanın fəaliyyətini də əsaslandırırlar. Sanki ona bəraət qazandırırlar. Gələcəkdə biləcəksiniz ki, niyə mən bu qədər israrla həqiqəti söylədiyimi deyirəm. Özünüz bilirsiniz ki, incəlikləri ilə araşdırıram. Həyatın ilk varlığından təkrar ilk varlığına qədər, hansı ki son adlanır. Nəzərinizə çatdırıram gedişatı. Özünüz hamınıza aiddir bu. Yəni ümumi deyirəm bu söhbəti. Ağıl tərəzi ilə ölçün, biçin, məntiqə əsaslanın, fəlsəfiyə istinad edin, elmə istinad edin və qərara gəlin. Bu sizin haqqa inamınıza bir dayaqdır. Nə qədər doğru, düzgün nəticə çıxarıb o nəticəyə uyğun davranacaqsınız, bu sizin uğurunuz olacaqdır. Və özünüz sualların cavabını təsdiqləyəcəksiniz, təyin edəcəksiniz. Ki, nə üçün mən bu çıxışları edirəm və nə dərəcədə həqiqətdən danışıram. Yəni, son söz sizindir. İndi isə keçək hərflərə və danışıq dilinə. Mən bax, bu sağ əlimi irəli tuturam, orada sol əl görünür, əksinə görünür. Ona görə də baxdım ki, o hərflərlə bağlı işarələri göstərəndə əksinə görünür. Belə bir metod tapdım və yaxşı da alındı. Hansı ki, bax bu metod budur. Yəni şüşədən və ağ lövhədən ibarətdir. Onun üzərinə qoyanda düzgün alınır. Demək, mən neynədim? Olduğu kimi yazdım, amma ağ lövhəyə əksinə qoydum şüşəni. Buna görə də ekranda olduğu kimi də görünür. İndi yaxından tutacağım. Siz istədiyiniz vaxt buna təkrar baxa bilərsiniz. Nəyi yazmışamsa, sözləri qoy, biraz da düz olsun. Bax, belə. Sözləri yazmışam, görürsünüzmü orada? Baba, nənə, ata, ana və orada da işarələrlə bax o sözlər qeyd olunub. Görürsünüz necə incə görünür. Heç də o Çinlilərin əlifbasından geri qalmır. Və dəftərdə yazanda da çox incə alınır. Burada mən biraz böyük formatda yazmışam ki, siz onu oxuya biləsiniz, görə biləsiniz. Heç bir çətinlik yoxdur. Bax, burada deyək ki, mən baba sözünü yazıramsa, dediyim kimi o saat yadıma düşür, borc, B hərfi. O işarəni xəyalıma gətirirəm ki, bax, elə bu günləri indi o barədə danışacağıq. Görürsünüzmü? Borcdur. Amma soldan sağa doğru istiqamətlənir bütün hərflər. Kürəyində yükdür. Borc yüküdür. B hərfi borc. A hərfi and. Sonra nənə sözündə. N hərfi nurdur. İnsanın başı üzərində nur görsənir elə. Ə hərfi əməkdir. Və eləcə də başqa hərflər.
Cümlə quruluşlarına gələndə şəkilçilər var. Yəni o mürəkkəb sözlərin yazılışı var. Hamısını zaman-zaman biləcəksiniz. Yəni yeni metodlarla mən sizə demək istədiklərimi çatdıracağam. Yəni mənə belə gəlir ki, bax bu göstərdiyim ki var, elə də orada çətinlik yoxdur. İstənilən vaxtı həmin çıxışı açırsınız, elə ora baxıb yaza bilərsiniz. Özünüz üçün. Yəni burada məcburiyyət yoxdur. Amma mən onu vacib bilirəm sizlər üçün. Asanlıqla da öyrənəcəksiniz. Heç kəs narahat olmasın ki, ay mən bunu öyrənəmirəm, bu nətər olacaq, o nətər olacaq. Və bir həqiqəti də qəbul edək də, bunu demişəm bir dəfə də. Hansı dil olur olsun, onu öyrənəndə asanlıqla öyrənmirik. Elə rus dili olsun. Mən 62-ci ildə Kislovodskidə bir zənci ilə dost olmuşdum. O məndən yaşda çox böyük idi. İkinci sinifdə bizə rus dili keçirdilər. Mən rus dilli deyiləm. Bilirdim az, çox. Elə o da mənim kimi bilirdi. Dostlaşmışdıq. Görüşəndə atam dedi ki, ya şəkil çəkdirək. Atam qoymadı ki, belə bağışlayın məni. Dedi, o meymunla nə şəkil çəkdirəcəksən? Özü də biraz, belə deyək də, çirkin oğlan idi, gənc idi. Nəyin sayəsində? O az-çox o dili bilməyin sayəsində. İndi nə qədər söz bilirəm, demək olar ki, o el dilində desə, çulumu sudan çıxarda bilirəm, amma özümdən razı deyiləm. Söz bolluğum azdır, yenə də çətinlik çəkirəm. Hansı dil olur olsun, dedim də sizə, gürcü dil olsun, fars dili olsun, asanlıqla öyrənmirsiniz. Deyək, xaricə getdiniz, siz əgər orada məskunlaşırsınızsa, oranın dilini öyrənməlisiniz. Məcbur olursunuz. Kurslara gedənlər var, gedirlər, öyrənirlər. Başına, gözünə döyə-döyə danışırlar, sonra getdikcə daha da mükəmməl bilirlər. Bu da onun kimidir. Heç də narahat olmayın ki, vaxt dardır. Vaxt bizim mənəviyyatımıza görə dardır. Biz nə qədər mənəviyyatımızı saflaşdırsaq, paklaşdırsaq, bütövləsək, daha yaxşı olar. Ancaq bu danışıq dili öz vaxtında həllini tapacaq. Və demişəm də sizlərə, dünyanın hər yerindən haqsevərlər, seçilmişlər bura yönləndiriləcəklər özləri də bilmədən. Hər hansı bir səbəblə bura istiqamət götürəcəklər. Nətər ki, Norveçlilər var idi burada, yetimxanada uşaqlara baxırdılar. Yanlarından keçirdim, görürdüm uşağa deyir, hə qadan alım, hə qurban olum. Norveçli qızlar idi, gənc qızlar idi. Və yaxud da ki, ingilislər var idi, oğlumun biri də dostu idi də, belə yaxın dost, tanış idilər, dost kimi münasibətdə idilər. Azərbaycan dilində elə qəşəng danışırdı ki, bir vaxt mənə ilahi dərs keçəndə dedi, vaxt gələcək, xaricilərin sizin dildə danışdığını görəcəksiniz. Onu gördüm, amma o deyilən ali varlığın dərsində bunu eşitmişəm ilahi qüdrətdən ki, bir vaxt gələcək, xaricilər sizin dildə danışacaq. Bax, o vaxt indiki vaxtdır. Dünyanın hər yerindən müxtəlif dillərə mənsub olan insanlar üz tutacaqlar bura. Nicat yeri bura olacaqdır. Və onlar da danışacaqlar. Amma hər bir kəs bərabərlik prinsipi ilə bir dili öyrənməli olacaq ki, heç kəsə fərq qoyulmasın. Bir dildə danışılsın. Sonra isə təfəkkür dilinə keçiləcək. Ağıl, zəka olduqda insanın o kamilləşməsi ki, getdikcə mükəmməlləşir, onda yuxuda danışdığımız kimi ağıl dillə danışacağıq və elə qəbul edəcəyik ki, belə danışırıq. Bu, mənəvi dünyaya qədəm qoyanda olur. Elə ki, mənəvi dünyadan maddi dünyaya keçid zamanı gələcək, haçansa, çox uzun bir ömürdən sonra. Onda aralıq bir dil var. O, jest dilidir. Lal həngi dilidir. Özünüz də görürsünüz, televizorda, xəbərlərdə zadda bir kimsə
kənarda balaca ekranda başlayır əllərlə dildən qüsurlu, qulaqdan qüsurlu olanlara danışır və onlar da onu çox rahatca qəbul edirlər, başa düşürlər. Sonra keçid olacaq dialektə, dil, danışıq tərzinə. Nitqə keçəcəkdir. Bax, beləcə dövr edir həyat. Bugünkü söhbətimiz B hərfi ilə əlaqədardır və göstərdim. Və burada da elə olduğu kimi birinci baba sözüdür, B hərfi ilədir. Yəni bax, biraz düz göstərin, bax, odur. Baba, nənə. Görürsünüzmü? Birinci B hərfidir. O da borc sözü ilə əlaqəlidir, onu mənalandırır. Və burada da çəmişəm. Burada əksinə görünür. Görürsünüzmü? Bax, bu səbəbdən mən bu metodu əsas bildim. İndi görək, niyə görə bu hərfi borcla əlaqəlidir? Və bizə nə tövsiyə olunur? Birinci izahını oxuyuram və deyilir ki, borclu qalmayın biri-birinizə, can deyin. Can deyənə canınızı qurban edin. Yəni, məcazi mənada, dırnaq arasında qurban edin. İndi izahını oxuyuram. Mənəvi borclardan qurtulub xilas olun. Dünya neymətləri yerdən alınan borcdur. Onu yerə qaytarmalısınız. Siz insani borclardan borclu qalmayın. Qiymətli sayılan qiymətsiz əşyalarla, pulla insan mənəviyyatını tapdalamayın. Acı sözünüz hörmətdən doğulsun. İstək payı olsun. Can deməklə can qurban olmaz. Can deməklə can ağrıdan sözlər qurban gedər. Candan qurban olmaz. Nurdan pay verin. Nur payı qurban payından qiymətlidir. Şükür edirəm Allahımızın varlığına. İndi poetik tərzdə görək tövsiyələrdə borc barədə nə deyilir. Burada biraz müəyyən səbəbdən qaralama olubdur. Karıxsam məni üzürlü hesab edin. Eyni başlıqdır. O nəsr tərzində deyildi, bu isə nəzm tərzindədir. Borclu qalmayın biri-birinizə, borclu qalmayın, biri-birinizə can deyin. Can deyənə canınızı qurban edin. İndi izahına keçirəm. Borc ağır yükdür. Borc vacib yükdür. Hər kəs daşıyır bu ağır yükü. Maddi borclar ilə yanılmayın siz. Mənəvi olanı aramaq gərək. Eşqdən yaranıb hər nə varsa, eşq elə bir nurdur ki, heç zaman sönməz. Eşq elə bir nurdur ki, eşqindən dönməz. Eşq elə bir nurdur ki, ucadır, enməz. Eşqdən canlanıb bu borclu bəşər. Borcu dərk etməyən nəzərdən düşər. Diqqətdən yayınmır əməlləriniz. Məlumdur həm əyri, həm də düz əlləriniz. Bilsin Adəm nəsliniz. Borc bilib özünə ulu tanrınız, eşqindən pay verib sizi yaratmış. Öz şirin eşqinə acılar qatmış. Sandı ki, firavan bir həyat qurur. Qurduğu aləmdən məhəbbət umur. Nə fayda? Zövqünü oxşamır bəşəri xislət. Zövqünü oxşarmı bu zülm zillət? Mərhəmət azalıb, məhəbbət sönüb. Adamlar soyuyub, üzləri dönüb. Dönüklük, sönüklük bəla deyilmi? Elmə meydan verib,
Attınız helmi. Elmə üstünlük verdi bəşər övladları. Ondan qürrələndilər. Elə bil ki, şagird müəllimini inkar edir. Öyünür özü ilə. Elmi də, helmi də haqq verib əlbət. Etməyin qələt. Elmdə, helmdə şuuri borcdur. Borcu yarımçıq qaytarmaq olmaz. Natamam borcları tamamlamalı. Burada elə bil ki, sərbəst vəzn şəklindədir də, bilirsiniz. Sonra keçəcək yenə heca vəzninə. Demək, siz əsas götürün eşqi amalı. Eşq haqdandır. Amalsa sizdən. Siz əsas götürün eşqi amalı. Eşq haqdandır, amalsa sizdən. Biri Allahdandır, biri əksdən. Sevməsə biri-birini Allah eşqi ilə, adamlar dost olmaz, düşmənlik artar, axirət çatar. İndi də yaranıb belə bir məqam. Adamlar yadlaşıb, dəyişib əyyam. Olmazmı qəlblərdə fərəh yurd salsın? Adamlar özünü bəxtəvər sansın. Rəvamı tapdansın ədalət, qanun. Rəvamı xərabə qalsın dünyanız. Yaradan yaratdı ki, bu aləm gülsün. Yaranmış nə varsa olmasın küskün. Ətrafa bir baxın, üzlər qaralmış. Məzlumlar çarəsiz dərdlərə qalmış. Kimdir səbəbkar? Kimdir günahkar? Bu yükü daşımaq məgər asanmı? Dindirsən kimsəni cavab verənməz. Çünki özündə günah görənməz. Yaradan mənəmsə bu yük mənimdir. Bu dərd sizin yox, mənim dərdimdir. Buna görə də Allahımız o bütün etibarlı, sədaqətli haqsevərləri, yəni ki, ilahi qüdrətləri səfərbər edib. Eyni zamanda da bu yer kürəsində olan haqsevərlər ki var, Allaha sədaqətlidirlər, məhəbbətlidirlər və etibarlıdırlar. Onlar da səfərbər olunublar. Görünməz şəkildə ilahi varlıqlar tərəfindən nəzarətə götürülüblər. Və hər birisi ilə də təfəkkür dili ilə danışırlar. İnsan onu bilmir. Bir sizə olan həqiqəti deyim. Bir professor var idi, ruhu şad olsun, çox nurlu insan idi, Şəhrəddin müəllim. Bakıda tanış olmuşduq. Cəmiyyətdə mən orada həyat məktəbi yaratmışdım. Tələbələrlə bax bu xüsusda söhbətlər edirdim. Nəysə, belə bir qüdrət var idi. Mənim yaxın əzizlərimdən, ailə üzvlərimdən birinə müraciət etdim ki, istəyirəm Şəhrəddin müəllimlə danışam. Sağ idi onda. Və onun ruhu ilə danışmalı oldum. Hal-əhval tutduq. Dedim, nə edirsiniz, nə iş görürsünüz? Dedi ki, yatıram, uzanmışam yatmağa. Sağ insanın ruhu ilə də danışmaq mümkündür, amma onun özünün xəbəri olmur. Çünki mən onun müsbət ruhu ilə danışırdım. Hansı ki, necə deyim, belə götürək də, tutaq ki, mən sizinlə danışıram və nəyisə əlavə fikirləşirəm və yaxud da kimsə gəldi
Mən sizinlə danışa-danışa yeri gəlsə ona deyiləcək sözü də deyə bilirəm. Bax, bu şəkildə əlaqə yaratdıq. Sonra elə oldu ki, sözü yarımçıq kəsəsi oldu. Dedi ki, qızım gəlir, o başa düşməz. Gecəniz xeyrə qalsın. Sonra ən yaxın qohumlarımdan biri Astarxanda yaşayırdı. Ailəvi oradaydılar, indi buradadılar. Dedim bir onunla da söhbət eləyim. Xanımdır. Nəysə hal-əhval tutdum. Dedim nə iş görürsən? Dedi kuxnadayam, kotlet qızardıram. Dünyasını dəyişmiş və ya dəyişməmiş istənilən kəslə danışmaq imkanım var idi. Bülbüllə danışmışam. Sonra ən çox sevdiyim aktyorlardan Uzaq Sahillərdə Luigi olur adı onun. Ələsgər Ələkbərov, onunla danışmışam. Və yaxud da ki, kim olur olsun. Yəni bu danışmaq imkanım var idi. Nəyə görə bunu belə deyirəm? Görürsünüz, burada uca yaradan deyir ki, bu dərd sizin yox, mənim dərdimdir. İstəyir ki, biz o dərəcədə inkişaf edək ki, o ali səviyyəyə layiq olaq. Bu kimi qüdrətlərə malik olaq. O danışıq təfəkkür dili ilədir. Mən baxmayaraq ki, səsli danışırdım, amma onlardan gələn fikir vasitə ilə olurdu. Ali varlıqlarda mən danışdığım kimi bizimlə danışırlar. Biz işimizlə məşğuluq, yatırıq, amma təfəkkür dili ilə əlaqəmiz yaranır. Bax, o haqsevərlər belə yetişdirilirlər. Haqqa xidmətlə. Yerlə göyün vəhdətidir bu ki, gələcək o mötəbər aləm qurulsun. O mütləq qurulmalıdır. Yerdə qalanlar da islah olunmalıdır. Onlar günahlardan təmizlənməlidirlər. Onun təmizlənmə yolu ancaq sıxılma ilədir, əzablarladır. Özləri qazandığı əzabla özləri üzləşirlər. Allah heç kimə əzab vermir. Və oyanana qədər o əzabları, istirabları çəkəcəklər. Amma biz, yəni ki, belə deyək də, istəməzdik ki, o əzablara düçar olaq. Allah da istəmir ki, bizlər o əzabla üzləşək. Çünki bizi sevir, öz yaratdıqlarıyıq, öz əzizləriyik. Biz evladlarımıza nəsihət veririk, öyüd nəsihət edirik ki, məktəbdə özünü yaxşı apar, heç kimlə dalaşma. Amma bir də baxırsan ki, paltarı cırılıb, ya üstü başı toz, torpaq, kimlənsə dalaşıb gəlibdir. Məktəbdə də onu danlayırlar və bəzən də cəzalandırıb məktəbdən uşaqları qovurdular. Başqa məktəblərə də götürmürdülər, çətinlik çəkirdilər bu işdə. Bax, belə halla indi yaşayırıq. Ağlımız var ikən niyə yaxşını götürməyək? Niyə təkəbbürlü edib özümüzü haqlı sayaq? Haqlıyıq, lap yaxşı. Haqsız tərəfini də düşünək də. Hər kimsə bilərsə qəbahətini, gün-gündən nurlanar, çəkilməz ahlar. Əzəldən fikrimi çatdırdım sizə. Məna vermədiniz günə, gündüzə. Günəş şöylələnir, nur ələnir. Duymadınız bu şöylə, saçan nur nədir? Nur mənim düşüncəm, nur amalımdır, həm amanımdır. Mərhəmət etməsəm, məhəbbət sönər. Mərhəmət etmərəm, sevməsəm əgər. Borcumdur qoruyam yaratdığımı. Borçluyam, qaytaram mən atdığımı. Yəni ki, orada da bir sir var ki, o tənəzzül deyilən də həyatın bir gedişatı idi. Yəni dünyaya atdığımı, maddi dünyaya göndərdiyimi deyir. Bir zaman sınaqla ayrıldım sizdən. Ağırdır ayrılmaq candan, əzizdən. Yaşatmaq naminə dözdüm məlala.
Həsrət, həsrət bəladır, bəla. Mən bunu izahlandırardım, vaxtımız dardır ki, yəni o sınaq ki deyilir və yaxud da tənəzzül yolu deyilir və yaxud da maddi dünyanın yaranması. Bunlar qanunidir. Ancaq qanuni olmayan nədir? O qanun səddini keçməkdir. Bax, bu yanlışlıqla olub və insan da axırda gəlib, bax, indiki mövqedə dayanıbdır. Qanun qarşısında cavabdehəm mən. Allahımız deyir, bunu mən demirəm. Qanun qarşısında cavabdehəm mən. Küsməyin məndən. Mən bəla vermədim yaratdığıma. İstərəm çatasız kama. Amma nə fayda? Yanılırsınız hər dəm. Qazanırsınız qəm. Əgər ki bilsəniz, kimə borclusuz, yanılmazsınız. Bunun üçün bir qədər düşünün dərin. Sirrini öyrənin, dərdin, əsərin. Ki, nədən yaranıbdır bu dərd əsər? Bu cəfalar, bu bəlalar hansı səbəbdən doğubdur? Onun kökünü araşdırmaq lazımdır. Hansı ki, onu mən sizlərə söyləyirəm. Mən sizi nurumdan yaratdım bir vaxt. Qanunun naminə atdım həyata. Sizi atardımı müqəddəs ata? Ananın qoynunda bəsləndiniz siz. Adəm Həvva qismində oldunuz əkiz. Hər Adəm övladı olsa da fərqli, olmasın dərdli. Təkrarlıq sirlidir, hər kəs bilənməz. Təkrarlıq olana yaradır əvəz. Təkrarlıq olana yaradır əvəz. Biz əvəzlənirik, biz yeniləşirik. Necə yeniləşirik, necə əvəzlənirik? Övladlarımızla. Biz deyək ki, el təbrincə öldük, getdik, dünyamızı dəyişdik. Harada əvəzlənirik? Övladlarımızda. Qardaş bacılarımızda hətta. Ağacın qolu budağı da var, kökü də vardır. Hamısı da bir gövdəyə aiddir. Böyük yaradanla kiçik yaradan təkrarla qaldırır borcu aradan. Bu hikmət yaşayır hər bir mənada. Bu cür ödənilir borclar dünyada. Arzular, istəklər, məqsəd, niyyətlər sirli xidmətdədir borc ödənişinə. Borc da xidmət edir haqqın işinə. Haqq dedim, çaşmayın düşüncələrdə. Haqq olan qanundur. İcraçı mənəm. Biri-birimizə olmuşuq həmdəm. Allahımız deyir ki, haqq olan qanundur. İcraçı mənəm, icraçı Allahımızdır. Biri-birimizə olmuşuq həmdəm, yoldaş, kömək. Eşqdir bağlayan hər ikimizi. Əbədi yaşadır borc əksimizi. Borclara baxmayın barmaq arası. Bu qədər deməyin var bir mənası. Dərk edin. Borclusuz biri-birinizə. Borclusuz qanuna, öz əksinizə. Mehriban rəftarla yaşayın xürrəm. Mən aşkar söylədim, özümsə sirrəm. Eşq ilə hər sözə can söyləsəniz, ruhunuz şadlanar mübadilədən. Yəni söz mübadiləsi, fikir mübadiləsi, ruh mübadiləsi və ünsiyyətdə də səmimi olun deyilir. Bir-birinizə can deyin, can eşidin. Eşq ilə ünsiyyət qursanız əgər, qalib çıxarsınız mübarizədən. Uzaq olarsınız şeytandan, şərdən.
eşq ilə can qurban getməyəcəkdir. Ruhunuz dərgaha yüksələcəkdir. İnşallah. Görürsünüz, borc barədə nələr deyilir. Və bu əlifba da elə belə bəxş olunmayıb. Mən təsadüf etdim, Asif Atanın haqqında olan bir veriliş var idi. O da təqiblərə məruz qaldı. Çox şeyini, axırda da həyatını belə deyək də itirdi. O da insanlaşmadan danışır. Ruhu şad olsun. İnsanlığı əsas götürürdü. Amma onun bir deyərdim ki, yəni ki, səhv tərəfi deməzdim. O elə qəbul etmişdi, elə başa düşmüşdü. Biraz millətçilik var idi. Yəni millətçilik o haqq işində necə deyim, bərabərlik olmalıdır, say seçkilik olmamalıdır. Düzdür, təəssübkeşlikdir, millətini sevirdi. Onu da KGB qoymaz da o elə davam etsin. Sovet hökumətinin vaxtındaydı. Əgər istəsəniz baxa bilərsiniz. Asif Atanın orada başlığı deyəsən belə qoymuşdular. Özünü peyğəmbər elan etdi, onu Allah bildilər və beləliklə də orada məlumat vardır. Pis olmaz qulaq assanız. Nəyi demək istəyirəm? Mən ki sizə o gerbi göstərdim. Orada da günəş var. Orada 12 rəqəmi ilə bağlı işarələrdir. Heç birisi elə belə çəkilməyibdir. Vaxt gələcək, onun da izahını verəcəm sizə. Onun özünün şəklidir, ətrafında günəşdir, rənglərlə. O həftələrin adını dəyişmişdi, o ayların adını dəyişmişdi. Yəni Azərbaycan dilində ifadə edirdi onu. Və əsas nəyi demək istəyirdim? Orada onun yaratdığı əlifba var idi. O əlifba ilə yazılmışdı. O əlifbanı da mən belə gördüm də, sanki, bax, bilmirəm, tam diqqətlə fikir vermədim. Qəribə işarələr idi. Sonra nə bilim necə, bax, belə qəribə işarələr idi. Bax, bu cür belə dairəvi şəkildə nəsə yazılmışdı. Bir də baxsam, yəqin ki, onu bilərəm. Onun da yəqin ki, mənaları var idi ki, o elə çəkmişdi də. Ancaq mənə deyildiyinə görə ki, insanla bağlı olmalıdır. Onun mənaları vacibdir və hər hərfə uyğun da tövsiyə vardır. 700 misradan ibarət. 7 mərhələdir, hər mərhələdə hər bir hərfə 100 misra işlədilir. Niyə bunları deyirəm? Biz ciddiyyətlə yanaşmalıyıq bu söhbətlərə. Və könüldən olaraq bir daha xatırladıram, hər kəs azaddır. Heç kəsə məcburiyyət yoxdur və sadəcə mən özümə borc bilirəm ki, bu tapşırığı yerinə yetirim, fikirlərimi sizlərə çatdırım. Və məni dinləyən hər bir kəsə Allah eşqi ilə öz təşəkkürümü bildirirəm. Sizinlə bahəm hörmətli, gözə görünməz, bizi nəzarətdə saxlayan ilahi varlıqlara təşəkkür edirəm. Görürsünüz, onlar bizləri necə nəzarətdə saxlayırlar? Bir kimsənin qəlbinə dəymədən, bir kimsəyə təsir göstərmədən, həyəcanlandırmadan. Mən bildiyimə görə deyirəm bunu. Bilənlər də vardır. Azadıq, sərbəstik. Amma bizə istiqamət göstərirlər ki, bu yolla getsən, sən xoşbəxtliyə çatacaqsan. Onu da ağlın var, düşün və doğru düzgün nəticə çıxar, o cürdə addımla, o xoş gələcəyə doğru. Vəssalam. Qarşımıza da maneə qoymurlar ki, yox, getmə, sən bu yolla yox, bu yolla getməsən, xeyr. Hər iki yol azaddır. Həmin ilahi varlıqlara öz təşəkkürümü bir daha ishar edirəm. Ana yurdumuza, ana torpağımıza, ana vətənimizə təşəkkürlüyəm.
Yer barədə də oxuyacağam. İndi bilmirəm, yer barədə oxudum deyəsən də. Göy yer, hə. Dünya haqqında da oxuyacağam. Şükr edirəm Allahımızın varlığına. Minnətdaram Allahımıza əbədiyyən. Və əbədiyyən də o uca varlığın ülviyyətini sevə-sevə səcdəsində və xidmətindəyəm. Hələlik sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizə dək.